Əli Mirəliyevin imkansızlıqdan gedib hansısa verilişdə oturub da cavan xanımlar tərəfindən aşağılanmağı, pis vəziyyətə qoyulmağı və Əli Mirəliyev ən azından Azərbaycan mədəniyyətində A-dan Z-yə qədər bütün mahnıların bəstəkarlarını da bilir, musiqidən anlayışı olan insanı nə var ayda o verilişdən 500 manat pul qazanıb özünə yemeği alacaqsa, gəlin o kişini bu günləri ayaq altında əzdirməyək. Mən dünəndən çox pis olmuşam. Əgər bir aparıcı deyilsə, kişi hesabına, dayda hesabına, həcə hesabına 3-5 min tapıbsa, gedib kanalda production açıbsa və danışa bilmirsə, Əli Mirəliyevi yanında gətirib otuzdurub da oyuncaq eləyə bilməz ki, gedən onu belə yeyib, sürütləsin orada, mikrofonda kışkırsın, o da yazıq 500 manata görə dildə qoysun. Elə atobusu gətirin evinizdən, otuzdurun orada, atabala veriş aparın və qoy atobusu yıxıb sürürsünlər. O kişi yazıqdır, sabah öyləyib batlayanda bütün verilişlər Əli Mirəliyevdən verəcəklər. Sənətkar idi, bastırmağın göstərəcəklər, yuyulmağın, kəfən necə qoyuldu ora. Yazıq deyil o kişi. Vicdanınız yoxdur sizin. Neyinirsiniz siz bugün? Kim sizə bu icazəni verib? Toğrul bəy, səhər əsəbləşməliyim. Əsəbləşməliyəm abi, bilirsiniz niyə əsəbləşməliyəm? Çünki Əli Mirəliyev imkansız ola bilər. O hansısa efirdə gelib kimi, amma Əli Mirəliyev bir ailə başçısıdır. Özdə Əli Mirəliyev sizin ətrafınızdan fərqli olaraq doğrudan kişi xeylağıdır. Kişidir yəni. Ayıbdır, bu nədir ayıb olan? Bu günləri, görün biz nə günə qaldıq, görün biz nə günə qaldıq ki, bugün Əli Mirəliyev pula görə efirdə məcburdur, susur və bir dənə, bunu mən eləsəm, səhər mənim kanalıma məktub gələr. Səhər mənim kanalıma cərimə gəlir. Amma onlar eləyəndə bütün efirlər, çox uzun istəyirəm. Tolik bütün efirlər deyir. Sualım var, yox, bütündür. Onu demirəm. Niyə məhz onlara olar, mənə olmaz? Mənə burada o söz deməyə icazə verməzlər. Amma mən demokratik ölkədə yaşayıram. Mənim ölkə başçım bu ölkənin vətəndaşları üçün demokratik eləyir. Və bu günləri ölkədə baş verən bütün hadisələrdən bütün lazım olan qurumlar aiddir. Bu televiziya kişisi olan, özdə kişi tapan, sevgili tapan 3000, 5000 ayda televiziya verib də production verişi aparıb aparıcı adı ilə çıxacaq bir yer deyil. Nə bilirik o ki, şimdi nəyə görə aparıcılıq edir? Hansı kontingenti özdə qiymətin qaldırır ya neyinir? Nə bilim də nə işin çıxır? Niyə də? Niyə biz bir səhv eləyən kimi bu boyda məktub gəlir, bütün saytlar bar-bar bağırır ki? Ölkədə baş verən siyasi, iqtisadi, vətəndaş problemindən xəbər olmayanlar yanında gətirib Əli Mirəliyev kimi adamları oturtururlar. Kim ixtiyar verir ki bunlara ki? Nədir bu? Nəyin bazardır? Cəmaat görürsünüz nələr danışır? Bir girin, oxuyun, baxın da. Nə oldu? Bizə çatanda qanun var, onlara qanun yoxdur. Onlara niyə qanun yoxdur ki? Kim var ki onların başının üstündə? Bəşdirin sizi Allah.